Azərbaycanda qəbrüstü abidələrdə QR kodların yaradılması hekayəsi şəxsi təşəbbüslərdən və dərin mərhəmətdən başladı. Bakı sakini Quliyev Zaur Fərhadoğlu bu addımı atan ilk şəxs oldu və bunu təkcə atasının deyil, həm də Mərdəkan qəbristanlığında dəfn olunmuş bütün şəhidlərin məzarında həyata keçirdi. QR kodu yaratmaq ideyası Zaura qəbristanlıqda gənc oğlunu itirmiş bir qadınla təsirli görüşdən sonra gəldi. O qadın ağrı və sevgi ilə oğlunun həyat hekayəsini Zaura danışdı. Bu söhbət Zauru düşündürdü. Tarixi necə qorumaq olar ki, yaddaşlardan silinməsin? Beləcə, məzarlara QR kod qoymaq fikri yarandı. Bu ideyanı həyata keçirmək üçün Zaur, dostu, web dizayner Elşən Adilova müraciət etdi və ondan xatirə sayt yaratmağı xahiş etdi. Beləliklə, ilk xatirə saytı rahmat.az yaradıldı. QR kodu skan edən hər kəs mərhumun həyat hekayəsini öyrənə, fotolarına baxa və onun haqqında xatirələrə oxuya bilərdi. İlk QR kod Quliyev Zaurun atası Fərhad Quliyevin məzarında yerləşdirildi. Bir neçə gün sonra qəbristanlıqların çəkilişi ilə məşğul olan bir bloger qeyri-adi QR kodlu məzarı gördü. O bu məzarı çəkib, videonu TikTok platformasında paylaşdı. Nəticə inanılmaz oldu. Bir gecənin içində video 750 min baxış topladı və hekayə dərhal məşhur oldu. Artıq ertəsi gün Zaur Quliyevin təşəbbüsü haqqında Azərbaycanın bütün aparıcı xəbər saytları yazdı. Az keçməmiş, Mərdəkan qəbristanlığına ATV TV, Xəzər TV, Bakı TV, İTV və ERB kimi aparıcı televiziya kanallarının çəkiliş qrupları gəldi. Onlar bu yenilikçi ideya haqqında reportaj hazırladılar və Zaurdan müsahibə aldılar. Müsahibəsində Zaur Quliyev qeyd etdi ki, məhz o qadınla görüş, övladını itirmiş ananın hekayəsi bu layihəyə ilham verdi. O bildirdi ki, məqsədi yalnız müasir texnologiyalara uyğunlaşmaq deyil, həm də qəhrəmanların və yaxın insanların xatirəsini rəqəmsal formada qorumaqdır ki, bu da hər kəs üçün əlçatan olsun. Həmin axşam bütün mərkəzi telekanallar bu reportajı yayımladı və Zaur bütün ölkədə tanındı. Doğrudan da bir insanın şəxsi təşəbbüsü kimi başlayan bu ideya bugün Azərbaycanda get-gedə geniş yayılır. Bir neçə il əvvəl məzarda QR kod böyük hadisə və rezonans doğururdusa, indi artıq ölkənin bir çox qəbristanlıqlarında adi mənzərə kimi görünür. Bu texnologiya yaxınlarının xatirəsini əbədiləşdirmək istəyən insanlarda tez bir zamanda qarşılıq tapdı. QR kodlar təkcə ad və ömür illərini deyil, həm də fotolar, videolar, bioqrafiya və xatirələrdən ibarət tam rəqəmsal memorial yaratmağa imkan verir. Azərbaycanda məzarlarda QR kodların yayılması cəmiyyətin yeni texnologiyalara necə tez uyğunlaşdığını göstərir. Bu yenilik sübut edir ki, xatirə yalnız daşlarda və yazılarda deyil, həm də rəqəmsal formada, hər an, hər yerdə əlçatan şəkildə ola bilər. Bu da onu həqiqətən əbədi edir.